Tovuz rayonunda qida təhlükəsi ilə bağlı problem yaşanıb. 36 nəfər dönər evində zəhərlənib. Bu rəsmi məlumatdır. Bununla bağlı artıq məlumatlar verilib. Siz bunu Ajansaz xəbər portalında da oxuya bilərsiniz. Hətta məlumat var ki, artıq nəinki 36 nəfər, bu zəhərlənənlərin sayı artmaq üzrədir. Bu nə qədər dəqiqdir, qeyri-dəqiqdir bilmirəm, amma rəsmi məlumat 36 nəfərdir. Və hal-hazırda Qida Təhlükəsi Agentliyi tərəfindən bu hadisənin səbəbləri, hadisənin aradan qaldırılması üçün nəticələrin məlum olması üçün araşdırma aparılır. Çox gözəl. Sadəcə məni maraqlandıran bir sual var. Qida Təhlükəsi Agentliyinin bu ərazi üzrə yəqin ki, ekspeditoru, eksperti, kuratoru var, yoxlayan nümayəndəsi var. Bəs bu nümayəndə məhz bu dönər evini indiyənə qədər yoxlamışdımı? Yoxlamışdısa, hansı faktlar ortaya çıxmışdı? Deyəcəklər ki, yox, heç bir problem olmayıb, bundan sonra olub. Bilirsiniz, qida təhlükəsizliyi ilə bağlı böyük bir qurum fəaliyyət göstərir Azərbaycanda. Laboratoriyaları var və tək bu məsələ deyil, bir çox məsələlərə müdaxilə eləyə bilirlər, böyük səlahiyyətləri var. Daha 36 nəfər zəhərlənəcəkdirsə, bəs yaxşı, indən sonra yoxlama aparıb onu cərimələməyin nə faydası? Düz demirəm, bəlkə deyəcəksiniz, yox, bizim işimiz, biz gəlib onu oturub güdməliyik, yox, əlbəttə ki, yox. Yaxşı, sizin fəaliyyətiniz nədən ibarətdir? Yalnız cərimə eləməkmi? Əla, dövlət rüsumunu alaq, hadisə baş versin, biz cərimə eləyək. Bundan yaxşı heç nə yoxdur. Bəs hansı tədbiri görmüsünüz burayla bağlı? Mütəmadi yoxlanılıb bu. Çünki dönər evlərində bir çox hallarda bu hadisələr baş verir. Əgər baş verirsə, demək nə etmək lazımdır? Daha çox bunları nəzarətdə saxlamaq lazımdır. Əti zaten mən bildiyim qədərilə kənardan ala bilmirlər. Lisenziyalı, yoxlanılmış bir nöqtə var. Yalnız onlardan ət alınıb satıla bilir. Bu, belə olan təqdirdə hansı tədbirlər görülməlidir ki, orada zəhərlənmə olmasın? Mən obyektin içindən xəbərim yoxdur. Siz hansı faktları orada tapmısınız indiyənə qədər? Hansı qeyri-qanuni nəzarət mexanizmindən kənar hərəkətlər olub ki, siz ona qarşı tədbir görmüsünüz və indi belə nəticə olmamalı, olur, baş verir. 36 nəfərin zəhərlənməsi xırda məsələ deyil. Yəni, bilirsiniz, mən qida təhlükəsizliyi ilə bağlı hansısa bir məsələni danışanda deyirlər ki, orada dostlar var, zəng vururlar dərhal və yaxud da ki, narahat olurlar, deyirlər ki, sən bizə qarşı qərarsən, niyə verirsən? Qardaş, mən gəlib sizi zəhərləməmişəm ki, yoxdur cəmaatı. Sizin fəaliyyətinizin bağlı olduğu sahədə belə bir hadisə baş verib. Bilirsiniz nə deyirlər? Deyirlər ki, vermə belə bir xəbəri. Niyə verirsən? Niyə danışırsan? Onda sən qərəzlisən yəqin ki. Burada qərəz var, 36 nəfər zəhərlənib. Yaxşı, Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti nədən ibarətdir? Fəaliyyət mexanizmi, sizin nizamnamənizdə oxumuşam, əsasnamənizdən də xəbərim var. Yəni, yalnız cərimə eləyək, qurtardı, baş versin, məsələ bitdi, biz cəriməmizi elədik, getdik. O, necə ki, araq aşkar eləyirsiniz obyektlərdə, saxta araq satırlar. Vəssalam, qurtardı, çıxdılar, getdilər. Nə oldu onun nəticəsi? Kim istehsal eləyir o saxta arağı? Kim gətirir Azərbaycana onu? Və axı yenə, yalnız işiniz nədir? Elə tək gətirsinlər, biz nəyə oxşuyur? Yəni, qayda pozulsun, biz cəriməmizi eləyək. Budurmu fəaliyyətiniz? Yəni, mən deyəndə siz burada qərəz axtarırsınız. Mən niyə indiyənə qədər demirdim? Axı, hadisələrin gedişatı göstərir ki, ya sizin bəzi əməkdaşlarınız çox arxayınlaşıb. Hətta zəng eləyəndə mən sizə deyərəm, sizin bəzi əməkdaşlarınız var, ömrü boyu kreslo, kabinet, belə bir şərait görməyiblər. Gəlib birdən-birə o həyatı yaşayıblar. İnsanlara rəftarı və danışıq tərzləri də dəyişib. Hətta mesajları da var onların. Onu sizə də göstərə bilərəm, amma yaxşı deyil. Demək istədiyim ondan ibarətdir ki, əməkdaşlarınıza düzgün təlimat verin və fəaliyyətiniz yalnız cərimə etməkdən ibarət deyil. Baş verəcək hadisənin qarşısını almaq daha yaxşı olardı. Təşəkkür edirəm.